Dil, bir millətin mənəvi sərvəti, keçmişi ilə gələcəyini bağlayan ən güclü körpüdür. Hər il 21 fevral dünyada beynəlxalq ana dili günü kimi qeyd olunur. Bu gün 1999-cu ildə UNESCO tərəfindən təsis edilib. 1952-ci ilin fevralında Banqladeşli tələbələr ana dillərinin rəsmi statusu uğrunda mübarizəyə qalxdılar və bu mübarizə faciə ilə nəticələndi. Məhz həmin hadisələrin xatirəsinə ehtiram olaraq 21 fevral Beynəlxalq Ana Dili Günü kimi təsis edildi. Bu gün dilə hörmətin və mədəni müxtəlifliyin rəmzidir. Azərbaycan dilinin dövlət dili kimi qorunub inkişaf etməsi ümumilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun ana dili ilə bağlı qətiyyətli mövqeyi milli özünü dərkin əsasını qoydu. Bizim üçün tarixi amil var, Azərbaycançılıq. Özümüzün adımız var, Azərbaycan. Özümüzün dilimiz var, Azərbaycan dili. Və çox da gözəl dilimiz var. Çox zəngin dilimiz var. Çox belə ləzzətli dilimiz var. Mənim üçün Azərbaycan dili hər şeydən əzizdir. Millətin milliliyini saxlayan onun dilidir. Şirin dil, al bağımı şirin dil. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dili beynəlxalq arenada və elektron məkanda daha geniş təbliğ olunur. Prezident kitabxanasının fondunda dilçiliklə bağlı zəngin nəşrlər qorunur və onların elektron versiyaları oxucular üçün əlçatandır. Ana dilimizi qorumaq və gələcək nəsillərə ötürmək hər birimizin borcudur. Çünki dilimiz kimliyimizdir. Biz öz dilimizi qorumasaq, biz dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik. Və hər bir millət, hər bir xalq üçün onun ana dili, onun milli mənsubiyyətinin əsas amilidir. Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik. Müstəqil Azərbaycan dövləti.